Salam izləyicilər. Bu videoda 14 dekabr tarixində keçirilən zirvə sınağına aid olan 11-ci sinif 1 və 4-cü qrup suallarının izahını verəcəm. Xatırladım ki, kanalda həmçinin toplu izahlarını da paylaşıram intensiv şəkildə. Hal-hazırda, yəni son olaraq doyan doymayan buxara aid həm yeni əlavə olunan sualları, həm də çox soruşulan sualların izahını vermişəm. Həmçinin termodinamika, MKN, aerohidrostatika, yəni Arximed və hər birinin izahı var. İzləmək istəsəz, bu saniyələrdə görünəcək o oynatma listinə daxil olub izləyə bilərsiniz. Bir xatırlatma eləyim, sınaq qrupu artıq 2 aydır fəaliyyət göstərir. Daha intensiv təkrar üçün və testlərin PDF-ini əldə etmək üçün, həmçinin izahın sınaq qrupuna qoşula bilərsiniz. Başlayaq suallara. Bir də sınağa getməyənlərə məsləhətim, çünki bu gün buraxılış sınağı olub. Buraxılış sınağı olduğuna görə əksəriyyət yəqin ki 11-ci siniflər buraxılış sınağına gedib. Amma bu blok sınağını da mənlə paralel şəkildə deməli yazsaz faydasını görərsiniz. 1. Sükunət vəziyyətindən hərəkətə başlayan cisim 5-ci saniyədə 36 metr yer dəyişmə icra edir. Bu cismin 8-ci saniyədə yer dəyişməsini hesablayın. Deməli, sükunət vəziyyətindən başladığına görə V0 bərabərdir 0-dır. Onda Sn bərabərdir A bölünsün 2, 2n çıxılsın 1. Gətirib burada 5-ci saniyə dediyinə görə, deməli A bölünsün 2, 2 vurulsun 5, çıxılsın 1 bərabərdir 36-ya. Buradan A bölünsün 2, vurulsun ondan birini çıxdım 9 bərabərdir 36. A bölü 2 bərabərdir 4, deməli A bərabərdir 8-dir. A oldu 8. A 8-dirsə bizə deyir ki 8-ci saniyədə getdiyini tap. 8-ci saniyədə getdiyini tapanda da burada yenə eyni düsturu yazıram. ln bərabərdir A bölü 2, yəni 8 bölü 2. Mötərizənin içində isə 2 vurulsun 8 çıxılsın 1. 8-i 2-yə böldüm 4, 16-dan birini çıxdım 15. 4-ü 15-ə vuranda 60 metr. Burada sırf n-ci saniyədə gedilən yolun sükunətdən başlayanda n-ci saniyədə gedilən yolun düsturunu işlətdik. 32. Stolun üzərində 3 kub var. Hər birinin kütləsi 1,5 kq, tili 30 cm-dir. Onların bir-birinin üzərinə qoyulmaq üçün nə qədər iş görmək lazımdır? Deməli, kublardan birini hərəkət elətdirmirik. Bu, hərəkət elətdirilməyən, bu deyək ki, bu birinci kubu olsun. İkinci kubu gətirib bunun üzərinə qoyacağım. İkinci kubun üzərinə bunu gətirib qoyanda burada minimal işdən danışdığımıza görə ağırlıq mərkəzinin dəyişməyinə baxmalıyıq. Baxıram ki, ağırlıq mərkəzi öncə yerdən, yəni 30 santimetrin yarısı 15 santimetr məsafədədir. Sonra isə gətirib bura qoyulanda, yəni kub bunu bu şəkil aşağıda çəkim, daha yaxşı anlaşılacaq. Mən kub kimi yox, sadəcə düzbucaqlı kimi çəkəcəm. Təsəvvür edin ki, bu düzbucaqlardan birincisi, yəni kublardan birincisidir. Bu qaldı yerində. İkinci kubu gətirdik, qoyduq bunun üzərinə. İkinci kubun mərkəzi öncə H1 bərabərdir 15 santimetr məsafədə idi. İndi isə artıq H2 bərabərdir. Mərkəzinin yerinə olan məsafəsinə baxıram. 30-un üstü 15 gəlirəm, 45 santimetrdir. Deməli, bunu qaldırmaq üçün görülən işə A1 deyirəm. A1 bərabərdir MC vurulsun. H2 çıxılsın H1, yəni ağırlığa qarşı gördüyümüz işdir. Kütləsi 1,5 kq-dır. 15 vuraq. Mötərizədə də deməli 0,45 çıxılsın 0,15, bu da verdi 0,3. Yəni 15 vurulsun 0,3, cavab 4,5 C oldu. Deməli, ikinci kubu gətirib bura qoymaq üçün 4,5 C iş görmüşük. Üçüncü kubu gətirmək üçün görülən işə baxsaq, üçüncü kubu bura qoysam, artıq bunun mərkəzi yerdən, deməli 30 bura, 30 bura 60, bu da gələcək, üstə də 15 gəlirəm, olur 75 santimetr. Ona görə də A2-ni tapanda A2 bərabərdir. Yenə MC vurulsun, amma bu dəfə 0,75 çıxılsın 0,15. Niyə 0,15 çıxıram? Çünki onun da mərkəzi əvvəlcə yerdən 0,15 metr məsafədə idi. İndi bunları çıxanda MC dediyim verir mənə 15 vurulsun. Mötərizənin içindəki də qalır 0,5. Üzr istəyirəm. 0,5 yox, 0,6. 0,6-nı da 15-ə vuranda 1,5 vurulsun 6, bu da verdi 9. Ümumi işi tapsaq 9-un üzərinə 4,5 gələn cavab olur 13,5. A bəndidir. Yəni hansı minimal işi görmək yazılsaydı daha yaxşı olardı, amma sual əla sualdır. Bu
Deməli, olimpiada imtahanına düşən sualların bir bənzəridir. Yaxşı düşünülmüş suallardandır. Birincini gətirib bura qoymaq üçün, yəni bu 2 kubun birinin üzərinə qoymaq üçün 4,5 joule iş gördük. Çünki 2-ni elə bil ki, yuxarı nə qədər qaldırırıq? 30 santimetr. Amma 1-i gətirib ora qoymaq üçünsə, deməli, daha doğrusu 3-ü gətirib üzərinə qoymaq üçünsə daha çox iş gördüm. 2 dəfə çox, çünki onu da 60 santimetr yuxarı qaldırmış olmuşam. İş də MCH olduğuna görə hündürlüklə düz mütənasibdir. 33. Kütləsi 300 qram olan top şəkildə göstərildiyi kimi döşəməyə dəyərək istiqamətini dəyişir. Zərbə zamanı topa təsir edən qüvvə impulsunun modulunu hesablayın. Deməli, qüvvə impulsu dediyimiz impuls dəyişməsidir, delta P'dir. Öncə burada toplananları ayırsaq, yəni Vx-in istiqamətini qeyd edirəm. Vx-in istiqaməti dəyişmir. Amma Vy istiqamətin dəyişir. Ona görə delta P bərabərdir. Biri aşağı, biri yuxarı olduğuna görə 2mvy-dir. Gətirib burada da kəmiyyətləri yerinə qoysam, 2 vurulsun, kütlə 300 qram 0,3 və vy dediyimiz vy bərabərdir. V sinus 37 dərəcədir. Yəni qarşı katet olduğuna görə. Sinus 37 dərəcə deməli verilib 0,6 V verilib 10, 10 vurulsun 0,6, bu da elədi 6. Vurulsun 6. Deməli 2 dəfə 6 12, 12-ni də 0,3-ə vuranda cavab olur 3,6. Yenə qeyd edirəm, burada Vx-lərə baxsam, Vx dəyişməsi yoxdur. Yəni x-ə görə dəyişmə yoxdur, amma y-ə görə dəyişmə 2mvy-dir. Niyə 2mvy? Çünki vy-lə aşağı dəyir, vy-lə yuxarı qalxır. Yəni 6 ilə dəyir, 6 ilə qalxır. Biri müsbət, biri mənfi götürəndə bu 2mvy-dir. Vy-i V sinus 37 dərəcə götürdük qarşı katitə görə. Sonra buna görə də həll elədik. 34. Təyyarənin hava vintinin fırlanma tezliyi 1800 dövr böl dəqiqədir. 1 dəqiqədə 1800 dövr edir. 120 km yolda 180 km saat sürətlərəcə təyyarənin vinti neçə dövr edər? Birinci burada 120 metr yol 180 km saat sürətlə gedir. Nə qədər zaman sərflədiyini tapsaq, deməli T bərabərdir. S bölünsün V. 120 bölünsün 180. Bunlar ixtisar aparanda 6 yaparsam burada qalır 3'də 2 saat. 3'də 2 saatı da dəqiqəyə çevirsəm, yəni vururam 3'də 2'ni vururam 60'a, bu cavab olur 40 dəqiqə. 1 dəqiqədə də 1800 dövr elədiyinə görə burada dövrlərin sayını tapanda n bərabərdir. Deməli n vurulsun t, 40 vurulsun 1800, bu verir 72.000. Bu da bərabərdir. 7,2 vuraq 10 üstü 4. Y variantıdır. Burada dəqiqəni çevirmədim saniyə, çünki onsuz da cavabı dəqiqə ilə aldıq. Yəni 3'də 2 saat vaxt sərf edib, 3'də 2 saat da dediyimiz 40 dəqiqədir. 60'ı 3'ə böldüm 20, 2'yə vurdum 40 dəqiqə. Və 1 dəqiqədə 1800 dövrlədiyinə görə 1800 ilə 40'a vuranda 18'i vurdum 4'ə. 72, yanına da 3 dənə 0 yazdım. 72.000, o da 7, onda 2 vuraq 10 üstü 4'dür. 35. Qab maya ilə doludur. Onu tərsinə çevirdikdə mayenin qabın üstü təzyiq və təzyiq qüvvəsi necə dəyişər? Qab tamamilə dolu olduğuna görə tərsinə çevirəndə hündürlük dəyişmir. Yəni H1 bərabərdir H2 olduğuna görə P1 bərabərdir P2'dir. Mayenin qabın dibinə göstərir təzyiq dəyişməz. Amma təzyiq qüvvəsinin düsturu F təzyiq bərabərdir P vurulsun S-dir. Oturacağın sayısı S idi. İndi oldu 1,5 S. Oturacağın sayısı 1,5 dəfə artdığına görə 1,5 dəfə artar. 36. Velosipedçi əyrilik radiusu 20 olan çökük körpünün ortasında hansı sürətlə keçməlidir ki, o 3 dəfə əlavə yüklənməyə məruz qalsın. 3 dəfə əlavə yüklənməyə məruz qalmaq çəkinin 3 dəfə artmağı deməkdir. Yəni yaza bilərəm ki, M J üstəgəl V kvadratı bölə yer bərabərdir 3mJ-yə. İki tərəfdən m-ləri ixtisar apardım. Buradan alıram V kvadratı bölə yer bərabərdir 2J-yə. Yəni J-nin birini bura keçirdim, çıxdım. Və V bərabərdir kök altda 2JR. Kəmiyyətləri yerinə qoysaq 2 vurulsun J 10'dur, R də 20'dir. Bu verir kök altda 400. Cavab olur 20 metr bölək saniyə.
Bunu hazır düsturla da yaza bilərdiniz. Əlavə yüklənmənin düsturu n bərabərdir. 1 üstəgəl a bölünsün j'dir. Bunu bərabər eləsəm 3-ə. Buradan alıram a bölü j bərabərdir 2-yə. A da bərabərdir 2j. A-nın da yerinə v kvadrat bölü r qoysam, yəni buradan alıram a bərabərdir 2j, ya da v kvadrat bölü r bərabərdir 2j, v də bərabərdir kök altda 2j r. 37. Mal müstəvinin faydalı şəmsalı 60%dir. Yükü bərabər şərtlə dartı qüvvəsi, dartan qüvvə neçə newtondur? Faydalı şəmsalının düsturunu yazanda eta bərabərdir. MJH bölünsün FL vurulsun 100'dür. Bu ifadənin F'i tapanda F bərabərdir 100 vurulsun MJH bölünsün eta vurulsun L'dir. Kəmiyyətləri yerinə qoyaq. 100 vurulsun. Kütlə 60 kiloqram. J 10, hündürlük 1,5 metr, eta 60, deməli uzunluq da 10 metrdir. 60'ları buradan ixtisar apardım, 10'ları ixtisar apardım. 100'ü vururam 1,5'ə, cavab 150 Newton. Hazır düstur sualdır. 38. Qüvvədə 20 dəfə qazanc verən hidravlik maşının böyük porşenin sayəsi kiçik porşenin sayəsindən 1900, daha doğrusu 190 cm çoxdur. Kiçik porşenin sayəsini hesablayın. Hidravlik maşın qüvvədə sahələr nisbət dəfə qazanc verir. Ona görə də yazıram S2 bölünsün S1 bərabərdir 20-yə. Bir də yazıram S2 bərabərdir S1 üstəgəl 190. Onda buradan alıram ki, deməli bir də bu ifadədən aldım. S2 bərabərdir 20 S1-ə. Gətirib əvəzləsəm yuxarıdakı tənlikdə. Buradan alıram 20 S1 bərabərdir S1 üstəgəl 190. 19 S1 bərabərdir 190-a. S1 bərabərdir 10. Kiçik porşen 10'dur, böyük porşen 200'dür. 20 dəfə qazanc verir. 39. Kranı açılarsa maestonun hündürlüyü neçə santimetr olar? Deməli burada sağ tərəf maye ilə doludur. Oradakı mayenin həcmini tapanda buradan V maye bərabərdir 40 vurulsun S. Santimetri metrə çevirmədim. Kran açandan sonra maye 2 qaba da dolacaq. Deyək ki, bura qədər oldu. Bir də bu birləşdirici hissə nəzərə alınmır. Bir də bura qədər. İkisi eyni hündürlük olmalıdır. Birləşmiş qabdır. Deməli, buradakini yazıram 3S vurulsun kiçik h. Buranı yazıram S vurulsun h. İkisini toplayanda, yəni bu ikisini toplayanda bizə verəcək 40S. Çünki buradakı maye ilə buradakı maye öncə o birinci qabdakı mayedir. Ona görə alıram 4SH bərabərdir 40S-ə. S-ləri buradan ixtisar apardım. H da bərabərdir 10 santimetr. B bəndidir. Bunu həcmin saxlanmağına görə yazdıq. Çünki mayenin həcmi dəyişmir. 40. Silindrik qab bərabər kütləli su və kerosinlə tökülmüşdür. Mayestonun hündürlüyü, ümumi hündürlük 45 santimetrdir. Mayələrin qabın dibinə göstərilir təzyiqləri hesablayın. Deməli, kütlələri bərabərdir. Əslində, bunların hər birini mc bölü s kimi götürə bilərəm. Bu ifadədə gətirə bilərəm. Qabın o ümüstün, amma oturacağın sayısı verilməyib. Ən yaxşısı kütlələrin bərabərliyi ilə hündürlüklərini tapaq. Deməli, yazıram m su bərabərdir m kerosin. O zaman rho su vurulsun h su vurulsun s bərabərdir. Rho kerosin vurulsun h kerosin vuraq s. İki tərəfdən bu s-ləri ixtisar apardı. S-ləri ixtisar aparanda alıram ki, h kerosin bölünsün h su bərabərdir. Rho su bölünsün rho kerosin. Yəni tərs asılıdır hündürlüklə sıxlıq. Bu da 1000 bölünsün 800. 2 sıfırı buradan ixtisar apardım. 10 H su. Buradan alıram 10 H su bərabərdir 8 H kerosinə. İkisi bir yerdə 45 santimetrdir. Yəni H su üstəgəl H kerosin bərabərdir 45'ə. Buradan kerosinin yerinə, daha doğrusu H suyun yerinə yazıram 0,8 H kerosin. Gətirib yerinə qoysam 1,8 H kerosin bərabərdir 45'ə. H kerosini tapsam 45'i bölürəm 1,8'ə. Deməli, bu da 450 bölünsün 18'dir. 450'ni 18'ə böləndə 9'a ixtisar aparsam, yuxarıda qalır 50, aşağıda qalır 2, cavab olur 25. Yəni, buradan tapdıq ki, kerosin hündürlüyü 25 santimetrdir.
Bunun həllini yuxarıda yazım. Qəşəng hazırlanmış sualdır. Deməli, bu kütlələrin bərabərliyindən mən bu aşağıdakı ifadəni yazdım və tapdım ki, kerosinin hündürlüyü 25 santimetrdir. Kerosin 25 santimetrsə, deməli suyun hündürlüyü 20 santimetrdir. İkisinin bir yerdə bir-birinə qarışmır. Mayələrin qabın dibinə göstərilir təzyiqi tapanda burada bir-birinə qarışmayan mayələr olduğuna görə hərəsinin təzyiqini ayrıca hesablamaq toplayacağım. Yəni ümumi P bərabərdir. Rho kerosin, H kerosin vurulsun J üstəgəl Rho su, H su vurulsun J. Yenə qeyd edirəm, kütlələrin bərabərliyindən buradan aldım ki, bu ifadəyə görə H kerosin bərabərdir. Deməli, H kerosin, daha doğrusu H kerosin bərabərdir 0,8 H. Daha doğrusu su bərabərdir 0,8 H kerosin. İkisi 45 olduğuna görə buradan aldım ki, deməli suyun hündürlüyü, daha doğrusu kerosinin hündürlüyü 25'ti. Suyun hündürlüyü də 20 qalır. Çünki ikisi bir yerdə 45'ti. Gətirib yerinə qoysam kerosinin sıxlığı 800, vurulsun hündürlüyü 25'dir. Sıxlığı bizdə 25, vurulsun 10, üstəgəl suyun sıxlığı 1000, hündürlüyü 20 santimetr, 0,2 vurulsun 10. Deməli, burada öncə sıfırlardan birini apardım. Bir də bunu aparanda 80 vurulsun 25, bu verdi 2000. 2000 Paskal'da digər olduğuna görə ikisini toplayanda cavab olur 4000 Paskal. Yəni 4 kilopascal. Əslində təzyiqin mc bölü s düsturuna görə hərəsinin təzyiqinin, yəni s tapsaydı oturacağın sayəsinin hərəsinin təzyiqini də bərabərləşdirə bilərdik. Amma oturacağın sayəsi bilinmədiyinə görə öncə hündürlüklərini tapdıq. Hündürlüyünü tapanda gördük ki, kerosinin hündürlüyü 25 santimetr, suyun hündürlüyü isə 20 santimetrdir. Sonra rOCH-ları topladıq. 41. Cisim mayedə çəkisi havadakı çəkisindən 8 dəfə azdır. Cismin sıxlığını hesablayın. Mayedəki çəkinin havadakı çəkiyə nisbət ya da havadakı çəkinin, yəni P0 bölünsün P mayi. Bunu tapanda P0-ın yerinə yazıram, deməli mc. Aşağı yazıram mc çıxılsın F arximet. mc'nin yerinə rho cisim V cisim J yazsam, rho cisim V cisim J. Aşağıda da V cisim J'ni çıxardıram mötərizə xaricinə, rho cisim çıxaq rho mayi. Baxın, V cisim J'lər ixtisar getdi hər ikisində də. Beləcə aldığım rho cisim bölək, rho cisim çıxaq rho mayi, bu bərabərdir 6-ya. Yəni vakuumdakı, havadakı çəkinin mayedəki çəkiyə nisbətini bu düsturla tapdıq. Rho cisim bölək, rho cisim çıxaq rho mayi. Cismin sıxlığını hesablayın deyir, mayının sıxlığı 900-dür. Buradan bu ifadəni çarpaz vuranda alıram ki 6 rho cisim çıxılsın 6 rho mayi bərabərdir rho cisimə. Romayiləri bir tərəfə yığsam 5 Romayi bərabərdir. Daha doğrusu 6 Romayi bərabərdir 5 Rodisim. Rodisim də bərabərdir 6 vurulsun 900 bölünsün 5'dir. Deməli, burada birinci işimiz P0 bölünsün P mayeni tapdıq. P0 dediyimiz cismin havadakı çəkisidir. Havadakı çəkinin yerinə mc qoydum. Digəri isə mayedəki çəkidir. Mayedəki çəkinin yerinə isə mc çıxılsın F arximet. Çünki cismin çəkisi arximet qüvvəsi qədər azalır. Sonra burada V cisim J'ləri ixtisar eləyəndə aldıq rho cisim bölək rho cisim çıxaq rho mayi bərabərdir 6-ya. Bu bərabərlikdən rho cisim bərabərdir. Deməli 6 rho mayiyə bölək 5. Çünki rho cisimlərdən biri getdi. Ona görə 6 vurulsun 900 bölünsün 5'dir. O da olur 1080. A bəndidir. 42. Hansı temperaturda ideal qaz molekularının irəliləmə hərəkətinin orta kinetik enerjisi bu qədər olar? Boltzmann sabiti verilib. Orta kinetik enerjinin düsturunu yazanda Y kinetik bərabərdir 2'də 3 KT'dir. Bu düsturdan T'ni tapsam T bərabərdir 2 Y kinetik bölünsün 3K. Kəmiyyətləri yerinə qoyuram. 2 Y kinetik. 2 vuraq 4 onda 2 vuraq 10 üstü mənfi 21. K'nı da yerinə 1,4 vuraq 10 üstü mənfi 23. Burada 4 onda 2'ni 1 10 4'e böləndə 3, 2 dəfə 3'üm 6. Cavab olur. Deməli, bircə saniyə. Burada 21'də bəlkə
6 yanında 2 dənə 0 gəlir. Cavab olur 600 Kelvin. Bəlkə 60 Kelvin düşürüb müəllim. Və yaxud da ki, niyə burada bəlkə hesab səhv elədim. 2 kinetik. 2 vuraq 4 onda 2 vuraq 10 üstü mənfi 21. Boltzmann sabiti də 1,14 vuraq 10 üstü mənfi 23 verilib. Bölünsün 3K. Hə, 3'ü burada unutmuşum. Bunu da 3'e böləndə cavab olur 200. Deməli 200 Kelvin neçə Selsiyə bərabərdir? Bunu Selsiyə keçmək üçün T Selsi bərabərdir. T Kelvin çıxılsın 273'dür. Yəni 200'dən də 273'ün çıxanda cavab olur 73, mənfi 73 Selsi. C bəndidir. 43. Avogadro sabitin fiziki mənası nədən ibarətdir? Vahid həcmdəki molekulların sayı deyil, karbon atomunun 12'də birinin bərabərdir deyil, 1 mol qaz 1 Kelvin qızdırdıqda bu da deyil, maddənin 1 molunda olan molekulların sayıdır. Hətta Avogadro ədədinin qiymətini yazıram, altdan %2 vuraq 10 üstü 23, vahidi 1 böl moldur. Yəni 1 moldakı molekulların sayıdır. 44. İfadələrdən hansı MK'nin əsas müddəalarına aiddir? Bütün zərrəciklər arasında Gravitasiya qüvvələri təsir edir. Bu MKM müddəası deyil. Maddələr kiçik hissəciklərdən, atom molekulardan təşkil olunub. 2 dəqiq var. 2'nin olmadığı cavabları atıram. Zərrəciklər arası kəsilməz fasiləsiz nizamı hərəkət edir. 3 də dəqiq var. 3'ün olmadığı cavabı da atıram. Zərrəciklər arası kəsilmədən nizamlı yanlışdır. 4'ün olduğu cavab yanlışdır. Zərrəciklər arasında qarşı itələmə və cazibə xarakterli qüvvələr var. 5 də doğrudur. Mütləq sıfır temperatur elə temperaturdur ki, həmin temperaturda molekuların orta kinetik enerjisi sıfıra bərabər olur. Doğrudur. Cavab 2, 3, 5, 6'dır. 45. 3P bölək M0 V kvadrat hansı fizik cəmiyyətə aiddir? Deməli, buradan P bərabərdir. 3'də 1 M0 N V kvadratıdır. Mən buradan N'i tapsam, yəni konsentrasiyanı olur 3P bölək M0 V kvadratı. Cavab konsentrasiyadır. 46. Həcmi 4 litr olan balonda 32 qram oksigen qazı var. Molekulların konsentrasiyasını hesablayın. Deməli, konsentrasiyanın bu 32 qram onun molyar kütləsidir. Yəni 2 NA-dır. Molekulların deyirsə, yox. Molekulların konsentrasiyası deyirsə 1 NA-dır. 1 moldur. Atomların desəydi 2 NA götürərdik. Ona görə buradan N-i tapanda N bərabərdir. N bölünsün V-dir. Elə N-in yerinə 6 vuraq 10 üstü 23 yazıram. Çünki 32 qram elə 1 moldur. V-nin də yerinə 4 vuraq 10 üstü mənfi 3. 6'ını 4'e böləndə 1,5, 1,5 vuraq 10 üstü 26. Baxın, molekulların konsentrasiyası dediyinə görə 1 molda elə Avogadro dediyi qədər molekul var. 32 qramda 1 moldur. Çünki molyar kütləsi verib 32. 47. Verilmiş maddədəki molekulların sayını 4 dəfə artırdıqda maddə miqdarı və molyar kütlə necə dəyişər? Molyar kütlə dəyişməz. Verilmiş maddədir çünki molyar kütlə dediyimiz maddənin 1 molunun kütləsidir. Amma maddə miqdarı 4 dəfə artar. Çünki maddə miqdarının nü bərabərdir. N bölünsün NA düsturu var. Saydan düz asılıdır. 48. Mühərrikin gücü 12 kilovat olan kran 0,5 ton kütləli yükü bərabərlə yuxarı qaldırır. Yükün sürətini hesablayın. Buradan N bərabərdir A böl T. O da bərabərdir Fs böl T. O da bərabərdir Fv. Bərabər sürətlə qaldırırsa bunu mgv yaza bilərəm. Çünki ağırlığa qarşı bir qüvvə tətbiq olunur. Yəni ağırlığa bərabər qüvvə ilə qaldırılır. Buradan da V-ni tapanda N bölünsün mg. N 12 kilovatdır, yəni 12.000. Kütlə 0,5 tondur. 500 vurulsun 10. 3 sıfırı buradan ixtisar apardım. 12'ni 5'e böləndə 2,4. 49. X və Celsius termometrin göstərişi arasındakı əlaqənin düsturunu hesablayın. Bu da çox önəmli suallardandır. Deməli, öncə baxıram ki, 0x 20 Celsiusdur. Yəni mütləq üstəgəl müəyyən bir qiymət var. Buradan qeyd edirəm. 0x bərabərdir 20 Selsiya. Və dəyişmələrinə baxanda -30, yəni 1 saniyə. 0 Selsi isə, yəni -30x bərabərdir 0
Selsidir. Dəyişmələrinə baxanda x'in dəyişməsi 30'dur, Celsius'un dəyişməsi 20'dir. 30 20'ye böləndə 1/5. Özdəki -1/5. Deməli delta Tx bölünsün delta T Celsius bu bərabərdir. Deməli -30 bölünsün 20 bu oldu -1/5. Düsturu da tapanda bu gəlir qarşıya. Deməli Tx bərabərdir -1/5 T Celsius üstə gəl 30. Yoxlayaq. Görə ödənilirmi? Və yaxud da ki, müsbət 1/5 çıxılsın da yaza bilərdik. İndi belə yazaq. Məsələn, -1/5 TCLC, -1/5 vuraq 20. Çünki 20-də 0 verməlidir. Bu verir -30. Üstə 30 gələndə 0 verir. Və yaxud 1/5 TCLC çıxılsın 30 yaza bilərdim. Məsələn, 0-da yerinə 0 qoysam, Celsius'nin yerinə 0 qoysam, -30 alınmalıdır. Ona görə çıxılsınla yazacağım. 1/5 TCLC çıxılsın 30'dur. Çünki əgər mən 0 Celsius götürsəm, baxıram ki, 0 Celsius -30 verməlidir. Ona görə çıxılsın 30-la, yəni 0-a uyğun qiyməti nəyin çıxıldığını göstərir. 1/5 Celsius çıxılsın 30 cavab A variantıdır. Deməli, iki temperatur şkalası arasında əlaqə quranda birinci işimiz nədir? Dəyişmələri tapmaq. Dəyişmələrin nisbəti bizə verir əmsalı. Məsələn, 1/5-i belə tapdım. 30/20. Bir də sıfıra uyğun qiymət bizə verir ki, məsələn, üzərinə nə gələcəm və yaxud nə çıxacam. 50. P vur S bölünsün M hansı fiziki əməliyyata uyğundur? P sahədir, F təzyiqdir. Deməli, burada P vurulsun S bölünsün M-dir. P-ni yazıram MC bölünsün S, vurulsun S bölünsün M. S-lər buradan getdi. MC bölünsün M, cavab qaldı J. Gravitasiyasının intensivliyi. Bu sadəcə düstur üzərində işdir. 51. Kütləsi 3 kiloqram taxta tirzin 1/3 hissəsi suya bataraq üzür. Ona təsir edən Arximed qüvvəsi üzür görürüksə Arximed qüvvəsi mc-yə bərabərdir. F Arximed bərabərdir mc. O da Romaya və batan J-dən gəlir. Yəni 3 vurulsun 10. Cavab 30 Newtondur. 52. Venn diaqramı verilib, potensial enerji, kinetik enerji. Cismin kütləsindən asılıdır. Bu hər ikisinə aiddir. Çünki Y kinetik bərabərdir. M V kvadratı bölü 2. Y potensial bərabərdir. MCH-dir. Yəni cismin potensial enerjisi. Qarşılıqlı təsir enerjisi də potensial enerjiyə aiddir. Bu 1-3-ə aid oldu. BC-də vaydı C oldu. Hər ikisinə aiddir. Hərəkət enerjisi də kinetik enerjiyə aiddir. Skalyar cəmiyyətdir. Hər ikisinə aiddir. Deməli 2, 4, 1, 3, 5. C bəndi. 53. Sərbəst düşən cismə təsir edən ağırlıq qüvvəsi 1-ci saniyədə 80 joule iş görərsə, 4-cü saniyə ərzində 4 saniyə ərzində nə qədər iş görər? Deməli, 1-ci saniyədə 80 joule iş görür. Sərbəst düşən cisim 1-ci saniyədə getdiyi yolu tapanda S bərabərdir. Elə JT kvadratı bölünsün 2 ilə 1 saniyə getdiyi yolu tapa bilərəm. Eynidir, yəni 10 vuraq 1/2 bu oldu 5 metr. Buradan MC vurulsun 5 bərabərdir 80. MC'nin 16 olduğunu tapdım. Bundan sonra 4 saniyədə getdiyi yol tapanda S bərabərdir JT kvadratı bölü 2-də T2 deyək buna. Yəni 10 vurulsun 16/2 bu elədir 80. Və A bərabərdir MC vurulsun S-dir. Yəni MCH2 deyə bilərik buna. 80 vurulsun. Kütləni, daha doğrusu MC'ni 16 tapmışam. 16. 80-i də 16-ya vuranda 144. Yoxsa bir saniyə. 1280 joule olur. Deməli, birinci işimiz burada 1 saniyədə getdiyi yolu tapdıq. Sərbəst düşən cisim 1 saniyədə getdiyi yol elə 1-ci saniyədə getdiyi yola bərabərdir. O da 5 metrdir. JT kvadrat bölü 2 ilə. Bunu tapandan sonra MCH bərabərdir. Deməli, 80-dir. Buradan MC'ni tapdım ki, 16-dır. 80-i 5-ə böldüm. Yəni bu ifadədən. MC 16-dırsa, sonra tapdım 4 saniyədə getdiyi yolu 80 metr.
80'i vurdum 16'ya, cevap oldu 1280. 54. En kesin sayısı 20 kvadrat santimetre olan boruda su 4 metr bölü saniye sürətlə axır. 10 dəqiqə ərzində borudan keçən neçə kub metr su keçər? Deməli, V bərabərdir. S vurulsun H-dır. Və S yerində, H-ın yerinə V vuraq T yazıram. S vur L də deyə bilərik biz buna. S deməli 20 200 kvadrat santimetrdir. 200 vurulsun 10 üstü mənfi 4 kvadrat metr. Vurulsun. V 4'tü. 10 dəqiqəni də yazıram 600 saniyə. 60'a vurdum yani. 2 0 2 0 buradan getdi. 10 üstü 4 bundan getdi. Deməli 2 dəfə 4'üm 8, 8 də 6'ya vuranda cavab olur 48 kub metr. 55. Açar sözlər. Yer kürəsini əhatə edən deməli atmosfer təbəqəsi 5. Yox, hava təbəqəsi daha doğrusu. Yer kürəsini əhatə edən hava təbəqəsi atmosfer adlanır. Atmosferin yaratdığı təzyiqə atmosfer təzyiqi deyilir. Ağırlıq qüvvəsinin təsiri ilə atmosferin yuxarı hissəsi ağırlıq qüvvəsinin təsiri ilə atmosferin yuxarı hissəsi aşağı hissəsini sıxır. Nəticədə Paskal qanununa görə sıxılma nəticəsində yaranan təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. Deməli 4, 5, 3, 1, 2-dir. Mətn tam olaraq belədir. Yer kürəsini əhatə edən hava təbəqəsi atmosfer adlanır. Atmosferin yaratdığı təzyiqə atmosfer təzyiqi deyilir. Ağırlıq qüvvəsinin təsiri ilə atmosferin yuxarı hissəsi aşağı hissəsini sıxır. Təzyiq nəticədə Paskal qanununa görə sıxılma nəticəsində yaranan təzyiq bütün istiqamətlərdə bərabər ötürülür. 4, 5, 3, 1, 2. 56. Üfüqi müstəvidə sabit dartı və sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edən cismin sürətinin zamanla asılı qrafiki verilmişdir. Dartı qüvvəsi 30 Newtondur, sürtünmə müsabiq fronda 8-dir, cismin kütləsini hesablayın. Deməli, öncə bu cisim yavaşlayır və cismin hərəkət təcilini tapanda A bərabərdir, 12 çıxılsın 6 bölünsün 2-dir, 6-nı da 2-yə böldük 3. Yavaşladığına görə F sürtünmə böyükdür F dartıdan. Onda mən burada belə bir ifadə yazmalıyam. Deməli, yazıram ki, A bərabərdir. F sürtünmə çıxılsın F dartı bölünsün M. Buradan F sürtünmənin yerinə μmj bölünsün M ayrı-ayrı məxrəclər kimi götürdüm. Çıxılsın F dartı bölək M bu bərabərdir 3-ə. M-ləri ixtisar aparanda μj çıxılsın F dartı bölək M bərabərdir 3. Mü sıfır onda 8'dir. Yəni 8 çıxılsın F dartı bölək M bərabərdir 3-ə. Buradan F dartı bölünsün M bərabərdir 5. M'i tapanda M bərabərdir F dartı bölünsün 5. Dartı qüvvəsi 30 Newtondur. 30'da 5'ə böləndə cavab olur 6 kiloqram. Çox maraqlı düşünülmüş suallardandır. Deməli, birinci məsələmiz nədir? Birinci işimiz bu oldu. Təcili tapdıq. A bərabərli V çıx B0 bölək T ilə. Təcil oldu 3. Necə? 12'dən 6 çıxdım 6. 6'ını da 2'yə böldüm 3. Sonra A bərabərdir F sürtünmə çıx F dartı bölək M-dir. Sürtünmənin yerinə müəmcə qoydum. Üfüqü sətdir. Müəmcəmi M-ə böldüm. Qaldı müj. Müjə çıxaq F dartı bölək M bərabərdir 3'dür. Deməli F dartı bölünsün M. Bu müjənin yerinə 8 qoydum. 0,8 vuraq 10. F dartı bölək M bərabərdir 5 oldu. Və buradan da F dartı bərabərdir 5 M yaza bilərəm. M də bərabərdir 6-ya. 57. Aşağıdakı hərəkətlərdə cismin potensial enerjisinin zamanla asılı qrafikini müəyyən edin. Üfüqi istiqamətdə uçan təyyarənin hərəkəti. Üfüqi istiqamətdədirsə potensial enerji dəyişmir, çünki hündürlük dəyişmir. Potensial enerji düsturunu yazıram. Sərbəst düşən cismin hərəkəti. Sərbəst düşəndə potensial enerji azalır. Buna uyğun cavab C variantıdır. Bir nöqtədən başlayır, azalır. Xətti qanunu yox, kvadratik. Sabit sürətlə aşağı enən paraşütçünün hərəkəti. Sabit sürətlə aşağı enirsə, bu da Y variantıdır. Sabit sürətlə aşağı enirsə, H bərabərdir VT-dir. Y potensialda da MCH-da H-ın yerinə VT qoysam, yəni bir qiymətdən başlayıb çıxıldığına görə bir nöqtədən başlayıb azalır. D, C, Y variantları.
Çatdıq ətraflılara. 58. Mütləq sıfır temperaturun mənası nədir? Bunun mənası əslində sualların içərisində verilmişdi. Deməli, Y kinetik bərabərdir. 2-də 3 KT-dir. T bərabərdir 0 Kelvin və yaxud mənfi 273 Selsi. O deməkdir ki, bu temperaturda Y kinetik bərabərdir 0 olur. Yəni molekulların orta kinetik enerjisi sıfıra bərabər olur. Hərəkətləri dayanır. Orta kinetik enerjinin sıfır olduğu temperaturdur. 59. Nihat ipin sərbəst ucuna 150 Newton qüvvə tətbiq etməklə yükü tərpənən blokla 20 metr hündürlüyə qaldırır. Neçə joule iş görür? Deməli, burada işdə qazanc olmadığına görə yükü qaldırır. Əslində ipin yer dəyişməsi ilə də gedə bilərik. Ya da belə yazarıq. Yazarıq tərpənən blok olduğuna görə mj bölünsün. Sürtünmə nəzərə alınmır burada hər halda. Mj bölünsün 2 bərabərdir. 150'dir. Buradan mj bərabərdir 300. Və gördüyü işi tapanda A bərabərdir mj h-dır. Yəni 300 vurulsun 20 cavab olur 6000 joule. Cavabı kilo ilə istəyir 6 kilojoule. Və yaxud bunu yazmağın başqa bir üsulu da var idi. İşdə qazancı olmadığına görə yaza bilərəm F vurulsun H ip. Amma onda nəzərə almalıyam ki, H ip bərabərdir 2H yükdür. Yəni H ip 40 metrdir. 150 vurulsun 40. Yenə cavab olur 6000. Yəni 6 kilojoule. Hər ikisi doğrudur. Hər ikisinə tam bal verilir. 60. Göldə qalınlığı 3 metr olan buz parçası üzür. Onun səthi ilə suyun səviyyəsi arasındakı məsafəni hesablayın. Deməli, öncə burada qalınlığı 3 metr olan buz parçası üzür deyir. Onun səthi ilə suyun səviyyəsi arasındakı məsafəni hesablayın. Bunu təsvir etməyə çalışın. Amma göl məsələsi deyir. Ona görə bir kəsik hissə kimi baxaq. Qab kimi götürməyim yəni. Bir buz parçasıdır. Deməli, qalınlığı 3 metrdir. Bizdən soruşulan bu məsafədir. Deyir ki, bu məsafə nə qədərdir? Yəni, onun üstü ilə səthi ilə suyun səviyyəsi arasındakı məsafəni tapın. Ümumiyyətcə, buzun suya batan hissəsini və yaxud kənarda qalan hissəsini tapsam, kənarda qalan hissəyə görə yaza bilərik. Çünki oturacaq onsuz da eynidir, sahə eynidir, həcmlərlə gedə bilərik. Deməli, buradan kənarda qalan hissəni yazanda yazıram V kənarda qalan, yəni batan yox, kənarda qalan bərabərdir. V buz vurulsun, 1 çıxılsın, rho buz bölünsün, rho sud. O da bərabərdir. V buz vurulsun, 1 çıxılsın, 900 bölünsün 1000, qalır V buz bölünsün 10. Buzun onda biri kənarda qalır. Buzun həcminə baxsam, V buz bərabərdir. Deməli, S vurulsun 3 idi. 3 bunun ümumi qalınlığıdır. 3 metr. Bizə isə lazım olan kiçik h-dır. Və bu kənarda qalana görə getsəm, buradan yazıram ki, V buz bərabərdir 10 və kənarda qalan V buzun yerinə S vurulsun 3, bu bərabərdir 10 vurulsun, S vurulsun H-dır. S-ləri buradan ixtisara apardım. H bərabərdir 3 bölünsün 10. Santimetrdən istədiyinə görə 300 bölünsün 10. Cavab olur 30 santimetr. Yəni buzun onda biri kənarda qaldığına görə elə hündürlük də ümumi hündürlüyün onda biri olacaq. Çünki burada sahə onsuz da eynidir, oturacağın sahəsi. Həcmi də onda bir hissəsi kənarda qalır. Həcm də S vurulsun H ilə tapsam, elə kənarda qalan hissənin həcmi ümumi həcmin onda biridir.
Ya da kənarda qalan hündürlük ümumi hündürlüyün onda biridir. 300-ün də onda biri olacaq 30 santimetr. Beləcə birinci qrupa aid 30 sualı yekunlaşdırdım. İndi dördüncü qrupa aid suala baxırıq. Situasiya suallarına. Birinci sual. Sıxlığı 800 kiloqram böl metrin kub olan cisim içərisinə su olan qabın dibindən sərbəst buraxılır. Suyun müqavimət qüvvəsi nəzərə alınmır. Cisim suyun səthinə çıxana qədər necə hərəkət edər? Cavabınızı əsaslandırın. Deməli 88-də yazırıq ki, burada cismə yuxarı yönəlmiş sabit Arximet qüvvəsi və aşağı yönəlmiş sabit ağırlıq qüvvəsi təsir edir. Hər ikisi sabitdir. Rho cisim kiçikdir Romayı olduğuna görə F ağırlıq kiçikdir F Arximeddən və belə olanda F əvəzləyici bərabərdir. F Arximed çıxılsın mg. Buradan da A bərabərdir, yəni MA bərabərdir. Buna A bərabərdir. F Arximed çıxılsın mg bölünsün m'dir. Təcil sabit olur. Çünki bu qüvvələrin hər ikisi sabitdir. Ona görə ən sonda cisim yuxarıya bərabər yeyinləşər hərəkət edər. Çünki cismə təsir edən qüvvələrin hər ikisi sabitdir. Belə olduqda əvəzləyici qüvvə də sabit olur. Əvəzləyici qüvvə sabitdirsə, cisim bərabər təcillə hərəkət edir. Yəni F əvəzləyici bərabərdir MA-dan alırıq. 89. Bu cismi tarazlıq halında suyun səthinə çıxdıqdan sonra batan hissəsi cismin hansı hissəsini təşkil edir? Cismin batan hissəsini tapanda 89-cu sualda deməli V batan bərabərdir. Rho cisim bölünsün Rho maye vurulsun V cisimdir. Cismin sıxlığı bizə verilib 800, mayenin sıxlığı verilib 1000, bu da V cisim olur 10^8 V cisim. Yəni 0,8 hissəsini təşkil edir. V batan bərabərdir 0,8 V cisim. 90. Bunu əslində Arximedin MJ-yə bərabərliyindən də ala bilərik. Bir dəfə də elə yazdım. Üzərində Arximedin MJ-yə bərabər olduğunu bilirik. Ona görə Romayı V batan J bərabərdir. Rho cisim V cisim J. Bunu MJ-nin yerinə yazmışam. J'ləri buradan ixtisara aparanda buradan alıram V batan bərabərdir. Rho cisim bölünsün Romayı vurulsun V cisim. Batan isə ümumi hissənin 10^8-ini təşkil edir. 90. Cisim su səthinə çıxana qədər hansı təcil hərəkət edir? Yuxarıda əslində düsturun yazmışdım. Təcilin tapanda cismin yuxarı qalxma təcilin A bərabərdir. F Arximed çıxılsın mg bölünsün m'dir. Düsturlarda bəzləmə eləyəcəm. Arximedin yerinə Romayı V cisim J çıxılsın. Mg'nin yerinə Rho cisim V cisim J, aşağıda da Rho cisim V cisim. Yuxarıda V cisim J'ni çıxartdım mötərizə xaricinə. Mötərizənin içində qaldı Rho cisim çıxılsın Romayı. Daha doğrusu Romayı çıxır Rho cisim. Çünki bu yuxarı qalxma təcilidir. Mayenin sıxlığı çoxdur. Aşağıda da Rho cisim V cisim. Hər iki tərəfdən V cisimləri ixtisar apardım. Beləcə yuxarı qalxma təcili üçün belə bir düstur aldım. J vurulsun. Romayı çıxılsın Rho cisim bölünsün Rho cisim. Bu da bərabərdir. 10 vurulsun. Mayenin sıxlığı 1000. Cismin sıxlığı 800. Cismin sıxlığı 800. Yəni 10 vurulsun 200 bölünsün 800'e. 2 sıfır buradan 2 sıfır buradan. 20 bölünsün 8 cavab 2,5'dir. Cismin yuxarı qalxma təcili 2,5 metr bölünsün saniyə kvadratına bərabərdir. Yuxarı qalxma təcilini tapanda Arximed çıxılsın ağırlıq bölək M istifadə elədim. Arximedin yerinə Romaya V cisim J, MJ-nin yerinə isə Rho cisim V cisim J yazdım. Və M-in də yerinə Rho cisim V cisim yazdım. Beləcə aldım ki, yuxarı qalxma təcili J vurulsun, Romaya çıxaq Rho cisim bölək Rho cisimdir. Bununla da deməli
14 dekabr tarixində keçirilən zəfər sınağının izahını, üzr istəyirəm, zirvə sınağının izahını yekunlaşdırdım. Zirvə kurslarının 9-10-cu siniflər içində olan sınağın izahını sizinlə paylaşacağım. İzləmədə qalın və bu tip daha çox videoları vaxtında xəbər tutmaq üçün kanala abunə olmağı, videoları bəyənib fikir bildirməyi unutmayın. Hər birinizə uğurlar, sağ olun, növbəti videolarda görüşənə qədər.